Qolaq Xəzərinkidir yoxsa? Yox, Xəzərə aid nümunələr yoxdur, hamısı Okeanlardan gəlir. Qəşəng. Dede bu nedir bunlar? Bu yumurtaya. Akşamdan malüskalar yaşıyor. Heyvanlardır, burada yaşıyorlar. Özləri gedirdən sonra qalır. Mollysk çanaqlarda bunlar. Getdik. Burada şimdi kapitalımız ilk növbədə sizi sağlamayacaq. Salam, Suraxani Gəmi Muzeyə xoş gəlmişsiniz. Mən gəmi kapitanıyam. Artıq neçə ildir ki, dənizçiyəm. İş təcrübəmi bilmək istəsəniz, bəlkə də sizə dəqiq cavab verə bilməyəcəyim. Çünki illərin və idarə etdiyim gəmilərin sayı çox, yarıb keçdiyim dənizlərin, olduğum limanların sayı hesabı yox. İndi baş köməkçi sizi gəmi və onun heyəti ilə yaxından tanış edəcək. Sizə gəmimizdə xoş istirahət arzulayıram. Xoş gördük dostlar. Mən gəmi kapitanının baş köməkçisi, həm də bu gəmidə sizi tanış edəcək bələdçinizəm. Nə məlumat lazımdırsa, deməli, təşrif buyurduğunuz tanker 32 nəfərli heyətdən ibarətdir. 4600 ton neft daşıma qabiliyyətə malikdir. Gəmimiz dünyada ilk muzey sahibidir. Gəlin sizə tankerin digər hissə otaqlarını göstərim və gəmi heyətinin ən vacib və maraqlı üzvlərinin bəziləri ilə tanış edin. Buyurun başlayalım. Buyurun, davam edelim. İlk salda gəmide olan fərqli klasikçi nümunələrini görə bilərik. Burada dağdaş kostyumudur, kostyum 1941-ci ilə aiddir. Burada Mark 5 təbəqəsini görürsünüz ki, bu 2-ci Dünya müharibəsi dövründə Amerika hərbi dəniz qüvvələri tərəfindən istifadə olunur. Xilas etmək, kəşfiyyat işləri üçün və hətta gəmilərin təmiri üçün istifadə olunur. Kostyumun hardasa ümumi ağırlığı isə maksimum 80 kiloqrama qədər gəlib çıxa bilir ki, bunun sayəsində lazımı şərtlərdə suyun ən dərin yerinə də enə bilir arkadaşlar. Bu hissələrdə isə müasir dövrləri xilas edir. Burada hərbi istifadə üçün və kadetlik həyatlar üçün istifadə olunan xilas edici vasitə nümunələrdir. Bu gördüyünüz xilas edici saldı gəmidə qəza şəraiti zamanı istifadə olunur. Kapsula atılır suya və bu şəkildə açılır avtomatik olaraq. Burada da monitorda trening videoları göstərilir və bu salların içərisində xüsusi ləvazimatlar var. Bu qidadır, belə bir həftəlik su var. Bu xüsusi sudur ki, proteinli və kaloridir. İnsanı həm də tok saxlayır. İçərisində həm də avar olur, fit, fişəng, nasos, tüpü ləvazimatlar, ürək bulanmasına qarşı həll, eyni zamanda üzərində fanar var, suya həssas, toxunan zaman avtomatik reaksiya verir və salların ölçüləri də fərqli olur. Burada gördüyünüz ən kiçikdir ki, 6-7 şahs üçün nəzərdə tutulur, yəni maksimum. Amma böyüklərdə olur. Təbii ki, insanların sərnişinlərə səhət transit olaraq bunun 50, 80, 100 hətta maksimum 100 min nəfərlik fərq olur. Hardasa bir ay orta olaraq opsiyondan istifadə edilir. Bu kapsula bir nəfərlikdir. 10 nəfərdə açılır belə. Bu açılanda belə olur. Görəcəksiniz açılmaq məsələsi.
O açılanda deyil, belə bir şey yaranır. Addımlaşıyor, böyle açılır, içerisine keçip xilas oldu. Bak, yani gəmiyə nəsə olanda dənizçilər bunlarla xilas ola bilir. Hava şişirdir. Bu da yerler. Lövbər 1440, yəni hardasa bir ton yarımdır və çəkiləri gəmidə asılı olaraq təbii ki, dəyişə bilər. Bizim gəmidə 2 ton yarımdır lövbərin çəkisi. Əksi gəmini hərəkətə gətirir, gəminin sualtı hissəsini birləşdir. Daha çox latuna palatdan istifadə olunur, material olaraq paslanır. Sayları sadətən 2 olsa da gəmidən asılı olaraq da dəyişə bilər. 1-dən 5-ə qədər fərqli sayda fərqli olur. Ümumiyyətlə, gəmidə lövbər salma əməliyyatını boksman rəhbərlik edir. Bu hissədə isə məşhur dənizçi günləri var. Bu günlər bin illərdir gəmilərdə istifadə olunur. Özəlliyi isə odur ki, öz-özünə açılmır, amma istəyəndə tez açıla bilir. Ən dənizçi günlərindən biri olan bir filmi göstərecək. 5 min yaşı var. Burada belə 2 dənə kəndiri iç-içə keçiririk və birini gərbin içərisindən keçiririk. Bu belə mükəl birində öz-özünə açılmır, amma istəyəndə belə tez açılır. Keçmişdə balıqçılar torlarını uçur, düyün börək. Balıqçı toru yaradırlar. İstəyirsə siz də sinəyə bilərsiniz. Yoxdur, quruluşunu sinə. Nə istəyirsiniz? Nasıl? Peki o gerekir. Toprada ile. Bakın burada izahlı da var. Hanım Benedik'in peki olmayan nasıl? Yandır. Üstten de nasıl? Burası bizim interaktifimiz var. 3 nəfərliydi. Buyurun, kim istəyirsə oynayabilir. Gəlsən qırmızıda oyna. 2 nəfərdə. Ben yasın oynayacağım, ben yasın. Deməli, oyunu açmaq üçün üçünü birlikdə 2 düyməyə də basıb saxlayın, aşağı yuxarı yazın. 1, 2, 3 bas. İkisinde. İkisini də bas, afərin. Deməli, burada siz bu balaca gəmilərsiniz, siz bu mavisiz, sən bu qırmızısan, sən də o yaşıl gəmisən. Neynəməliyik? Böyük gəmini aparmalıyıq sahilə. Siz gedib burunla köməkləyəcəksiniz, qırmızı gəmi ortadan itələyəcək, yaşıl da getməlidir böyük gəminin arxasına. İndi əllərimizi götürək. Deməli, indi birinci düyməni basanda gəmilər düz qabağa gedir. Birincini bas sən də, birinci düyməni.
Onu yox, birinci düyməni. Ben okulda. Qala əvvəlcində Baylı adası üzərində yerləşirdi. Daha sonra isə zəlzələ nəticəsində tamamilə dağılıb suya. Lokasiyası isə hazırki Şeytan çarxının düz yanıdır. Hal-hazırda da bu quru ensiz ada hissəsindən orada görə bilərsiniz. Xəzərin səviyyəsinin çəkilməsi ilə artıq su üzərində görülür. Bunlar isə okeanlarda və dənizlərdəndir. Hamısı həqiqidir və Xəzər dənizinə aid heç bir nümunə yoxdur burada. İlk zalda gördüyünüz kolleksiyanın bir qismidir bu. Hamısı Topik Karayevin xüsusi kolleksiyasıdır. Karev məşhur dağlıcı olub, Azərbaycanda Vaqıfxana alif olub, 40 ilə yaxın müddətdə dökümünə qədər nümunə yapıb bu şəkildə. Şar bağının fragmenti də var burada, fugu balığı, zəhərli balıq və dəniz xərçəngi, dəniz ulduzları. Toxunanda şişirir o balık. Burada Azərbaycan haqqında qısa film izləyəcəksiniz. Salam əziz olanlar, Suraxanı tankerinin göyərtəsinə xoş gəlmişsiniz. Gəlin dünyanın ən böyük gölündən sahilə çıxıb, bu göldən artıq bir qədəm oğlan yurduna səyahətə başlayaq. Azərbaycan tarixi minilliklərlə ölçülən qədim bölgədir. Bu qədimliyə Qobustan qoyulmuşaq. Bəşəriyyətin ilk mədəniyyət abidələrindən olan Qobustanda ibtidai insanların yüzlərlə qaya stüləsinə əksirdi. Həmin təsvirlər hələ o uzaq zamanlarda Azərbaycanın bu firavan köşəsində məskunlaşan insanların adət və ənənələrinə söhbət açır.
dönem hakimiyet illəri Azərbaycan tarixinin daha bir şanlı səhnəsidir. Şirvan Abşeron Memarlıq Məktəbi məhz bu dövrdə təşəkkür tapır və inkişaf edir. Mənşəyi və təyinatı barədə müxtəlif əfsanələr yolası, eləcə qədim İçəri şəhər bu dövrdə inkişaf edilir. Hər iki mədəniyyət abidəsi UNESCO-nun ümumdünya irsi siyahısına daxildir. Yaradıcılığı bütün dünya ədəbiyyatına təsvir edilmiş dahi Azərbaycan şəhərləri də bu dövrdə yaşayır və yaradır. Orta əsrlərdə Azərbaycan bölgənin ən vacib ticarət mərkəzlərindən birinə çevrilir. Böyük İpək yolunun keçdiyi bu məmləkət duz, balıq, ipək və xalçaçılıq məhsullarının satıldığı mühüm ticarət nöqtəsi kimi tanınır. Bu, dünyaya dahi şair və mütəfəkkir İmadəddin nəslini bəxş etmiş hərtərəfli mədəni inkişaf zamanı idi. 19-cu əsr qüdrətli iqtisadi inkişaf yüzüllüyü kimi tanınır. Azərbaycanda sənayenin inkişafı məhz bu əsrin ikinci yarısına təsadüf edir. Bakıda ilk neft fabrikasını qurur və neftin sənaye üsuluyla hasılatına başlanılır. Dünyanın hər yerindən iş adamları Bakıya axışır. Nobel qardaşları Nobel şirkətini təsis edir. Regionda ilk dəfə neftin kənar vasitəsilə nəqlini təşkil edirlər. Uzunluğu 9 kilometr olan Balaxanlı Qaraşəhər neft kəməri o illərdə inşa olunur. Neft sənayesinin imkan və perspektivlərini öyrənmək üçün Dmitri Mendeleyev Bakıya dəvət olunur. Neft hasilatının sürətlə artması Xəzərdə gəmiçiliyin inkişafına təkan verir. Neft və neft məhsullarının daşınması üçün üzən nəqliyyat vasitələri tikilir. Bu dövr həm də Bakının işgüzar və mədəni həyatında mühüm rol oynamış görkəmli xeyriyyətçilərin fəaliyyət zamanı idi. 20-ci əsrin əvvəli Azərbaycanda mədəni oyanış dövrü idi. Dahi Üzeyir Hacıbəylinin yaratdığı Leyli və Məcnun operası müsəlman şərqində bu musiqi janrının əsasını qoyur. Əsrin əvvəli həm də Azərbaycanda siyasi fəallığın artdığı zaman kimi tanınır. Bu amillər tezliklə şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasına gətirib çıxarır. Qısa bir müddətdə mövcud olsa da, Cumhuriyyət bir çox əhəmiyyətli islahatlar aparır. Parlament təsis olunur, Avropa tipli universitet açılır, şərqdə ilk dəfə qadınlara seçki hüququ verilir. Sovet hakimiyyətinin gəlişi ilə Azərbaycan keçid dövrü yaşayır. Ölkə bir çox çətinliklərlə özləşir. Buna baxmayaraq, bu Mikayıl Müşfiq, Hüseyin Cabir, Əhməd Cavab kimi yüzlərlə mədəniyyət xadiminin yaradıcılıq dövrüdür. Bəşəriyyətə böyük fəlakətlər götürmüş İkinci Dünya müharibəsində Azərbaycan faşizm üzərində qələbənin qazanılmasına böyük töhfə verir. Bakı neftindən emal olunmuş yanacaq qələbənin əsas amillərindən olur. Bu yanacağın cəbhəyə çatdırılmasında Xəzər dənizçilərinin rolu əvəzsiz idi. Müharibədən sonra ölkəni köçürmək üçün daha çox neft lazım idi. 1949-cu ildə dənizin dibindən neftin hasil edilməsi üçün açıq dənizdə Guinness-in rekordlar kitabına daxil edilmiş neft daşları şəhəri salınır. Polad estakadalar üzərində qərar tutan neft daşları bugün hər cür infrastruktura malik müasir şəhər kimi tanınır. Sonraki illərdə Azərbaycan gəmiçiliyi inkişaf edir. Xəzər dənizçilərinin ixtiyarına yeni tipli gəmilər, o cümlədən neft tankerləri verilir. İndi göyərtəsində olduğumuz Suraxanı gəmisi 1950-ci illərdə inşa edilmiş ilk tankerlərdən biridir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlayır. Bu illər ərzində bütün sahələrdə geniş islahatlar proqramları həyata keçirilir və Azərbaycan Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilir. Respublikanın bütün ərazisində bir çox istehsalat sahələri yaradılır. Yüzlərlə zavod, fabrik, o cümlədən SSR-də ilk kondisioner zavodu və dərin özürlər zavodu tikilir. 1990-cı ilin yanvarın 20-sində Azərbaycan öz tarixinin ən böyük faciələrindən birini yaşayır. Milli azadlıq uğrunda mübarizəyə qalxmış din cəmali Sovet ordusu tərəfindən silahlı təcavüzə məruz qalır. Yüzlərlə günahsız insan qətlə yetirilir. Məhz bu illərdə Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ və ətraf rayonları işğal edir, 1 milyondan artıq Azərbaycanlı doğma yurtlarından didərgin düşür. 1992-ci il fevralın 26-sında
erməni hərbçiləri tərəfindən Xocalı soyunu törədilir. Yüzlərlə qadın, kişi, uşaq öldürülür, mindən çox adam əsir düşür. Müstəqilliyin ilk illərində Azərbaycan siyasi və iqtisadi böhran içindəydi. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Bakıya qayıdır və ölkədə qayda-qanun yaratmağa, iqtisadiyyatın inkişafına nail olur. Ümumilli liderin səyləri nəticəsində neft strategiyası işləri hazırlanır və dövlətimiz üçün mühüm strateji əhəmiyyət daşıyan əsrin müqaviləsi bağlanır. Həmin illərdə ölkənin bugünkü sistemli inkişafının təməli qoyulur. 2003-cü ildə Prezident İlham Əliyev ölkənin dinamik inkişaf yolunu davam etdirir. İri miqyaslı layihələr həyata keçirilir. Qeyri-neft və özəl sektorlar uğurla inkişaf edir. Regionlara xüsusi diqqət yetirilir, infrastruktur təkmilləşdirilir və bunun sayəsində ölkəmizin hər bir köşəsi hər tərəfli inkişaf edir. İntiba dövrünü yaşayan Azərbaycan daim Qarabağın azad edilməsini qarşısına məqsəd kimi qoyur. Prezident İlham Əliyevin səyləri ilə torpaqları azad etməyə qadir ordu yaratdılar. Nəhayət, 2020-ci ilin sentyabrın 27-sində Ermənistanın təhribatına cavab olaraq Ali Başkomandanın əmri ilə Azərbaycan ordusu əks hücum əməliyyatına başlayır. 44 gün ərzində Azərbaycan əskəri bir addım da geriyə çəkilmir, qələbələri sıralayır. Sayın Başkomandan, əmrinizə uyğun olaraq məzuniyəm ki, müdafiənin körpüsünün ərazisi işğalda azad edilmişdir. Döyüş meydanında məhrumiyyətə uğrayan və aciz qalan Ermənistan cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərə raket zərbələri endirir. Nəticədə dinc insanlar həlak olur. Azərbaycan ordusu isə Ermənistanın bu terror hücumlarının cavabını döyüş meydanında verir. Ali Başkomandan qələbə xəbərlərini insanlara çatdırır. Mən demişəm, öz qoşuyla bizim torpaqlarımızda çıkmasalar biz onları iki qovan günü qovacaq və qovuruq. Noyabrın 8-də Azərbaycan ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Şuşanı işğaldan azad edir. Şuşa zəfəri və qazanılan digər qələbələrdən sonra Azərbaycan diplomatiya meydanında da uğur qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edir. Prezident İlham Əliyevin qərarı ilə hər il 8 noyabr Azərbaycanda zəfər günü kimi qeyd olunur. Böyük məharət və qürur hissi-ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ bizimdir. Böyük qələbə Müzəffər Ali Başkomandan İlham Əliyev, ordu və xalq birliyinin nəticəsidir. Hazırda azad edilmiş ərazilərdə bərpa işləri aparılır. Yollar salınır, enerji sistemi qurulur, kəndlər və şəhərlər yenidən dikilir. Ölkənin hər bir köşəsində həyat qaynayır. Paytaxt Bakı qədim və müasir arxitekturasıyla göz oxşayır. Respublikada beynəlxalq tədbirlər, iri miqyaslı idman yarışlar keçirilir. Bugün Azərbaycan özündə müasirliyi və qədimliyi, qərb və şərqin dəyərlərini birləşdirən multikultural ölkədir. Hazırda gün ertəsində olduğumuz Suraxanı gəmisi, keçmiş və gələcək arasında köprü rolu oynayır. Tanker muzeydə Azərbaycan tarihi, zəngin dənizçilik ənənələri ilə tanış olmalar, göyərdə sizə xoş vaxt keçirməyi arzu edirik. Suraxanı gəmisi, dünyada ilk tanker muzeyi. Burada isə 20-ci əsrlərə gəmidə istifadə olunan əsas naviqasiya ələtləridir.
şahsında gəmli istiqamət tapmaq üçün istifadə olunur. Bir sıxdır bu. Kompaslı yox. Bu isə teleqrafdır, gəmidə sürət vermək üçün kapitan tərəfindən idarə olunur, maşın şöbəsindən məlumat ötürmək üçün. Bu gəminin sükanıdır, şütüqal deyilər gəmidə və kapitanın qısa yerləşir. Gəminin usulü. Axtarış kəşfiyyat üçün istifadə olunurdu və eyni zamanda Morze əlifbasından kodlarla göndərilməsində. Yanlışsın, gəmi yola çıxır. Gəminin pələrdir. Ötən əsrdə işıqlandırmaq üçün istifadə olunurdu. Gəminin sağ və sol göyərtələrinə Neftlə işləyirlər. Kerosin. Kerosin. Bura ən aşağı hissələrdir, neft daşınan hissələr olur. Buna görə də bu hissələr həm də biraz su içərisi hissələrdir gəminin. Ümumiyyətlə, gəmi 4600 ton neft daşıyıb Rusiyaya. Burada bizim maraqlı videomuz da var. Bu gəminin rezervasiya prosesini göstərir ki, gəmini burada görə bilərsiniz, əvvəl necə halda olub və necə restorasiya edilərək müasir muzeyinə salınıb. Restorasiya 2017-ci ildə başlanılıb, 2 il çəkib. Gəminin təmiri 2000-dən çox fəhlə və 100-dən də çox şirkətin əməyi var muzey üzərində və 2021-ci ildən fəaliyyət göstərir. Dünyanın da ilk tanker muzeyidir. İçərisində gördüyünüz kimi hər şey var. Akvapark var, futbol meydançası, bu Fransanın da. Amma sırf bu gəmi Karib hövzəsinə təşkil edir. Fərqli tipləri də var ki, Avropa, Dubay, Arab dənizi arasında da gedirlər. Gəmi tərsanəyə daxil olur və tərsanə gəmini birinin sudan çıxardır. Bu gəmilərin təmiri üçün, texniki baxış keçirilməsi üçün, paslanmış hissələrin təmizlənməsi üçün mütəmadi olaraq həyata keçirilən fəaliyyətdir. Burada üzən tərsanələr olur ki, Azərbaycanda bunların hər ikisi fəaliyyət göstərir. Burada görə bilərsiniz, Neptun tərsanəsinin zirvə yerləşir,
bu bizim gəlmesi. Təmir prosesi bu saxlanıcı gəlmesi. Ölkəmizdə həmin dövrdən tərsanələrdən istifadə edilir. Buradakı bütün gəmilər Azərbaycanın gəmiləridir. Hər biri Xəzər dənizində üzən gəmilərdir. Burada gəmilər haqqında ətraflı qeymətli məlumatlar da var. Hansı gəmi sizə maraqlıdırsa tanış ola bilərsiniz. Məsələn, kran gəmisidir. Yazırlar bu mocaratçılarından nöqtə yazmaq üçün bu saat, T-də yazmaq üçün vaxt saxlamaq lazımdır və hərfləri də yazmaq üçün biraz sürətli yazmalısınız. Məsələn, bundan buradan şu SOS kodunu ilə göndərirlər. 3 qısa, 3 uzun və 3 qısa şəklində belə sos göndərdilər. Rədislər artıq istifadə olunur. Soslar artıq istifadə olunur, əvəzində meyve istifadə olunur. Burada yaza bilərsiniz. Tamam, sos yazıyor ha. Üç tane tez, bir tane, üç tane, üç tane basılı boy, boşta bas, fasıla böyle. Fasiləsiz 3 dəfə basılır. Tez. Tez oldu.
bilirsiniz? Gəmilərin nədir? Eskodu, sos? Yox. Adları Kasparlı da bilir. Asko. Asko. Məsələn, yazılır Asko. Askoba A hərfi budur. Daha sonra sığır. Sonra C. Deyil o. Ve O. O hərfi. Nerede? Bu Asko. Azərbaycan Xəzər Dənizgahı. Hmm. Bu sırası sulyatı var. Bu da gəmini idarə edə bilərsiniz. Belə müasir gəmisindən. Dünyadakı teleqrafından da qabağa bütün beynəlxalq yükdaşımalar, xarici ölkələrə gedən gəmilər eyni zamanda qatarlarla, konteynerlərlə yük daşınması məhz bu limandan həyata keçirilir və ildə hardasa yeni yük daşımaq mümkündür və azad iqtisadi zonadır limanlar. Burada isə konteynerləri görürsünüz, gəmili yüklər konteynerlərdə daşınır, əksər hallarda burada nümunə kimi kafe var, amma demək olar ki 90% yükləri gəmilər daşıyır dünya üzrə. Ucuz nəqliyyat vasitəsinə nisbətən eyni zamanda daha çox yük daşıma qabiliyyətinə malikdir. Rezervanın sərgisi var. Rezerva Sovet dönəmində məşhur heykəltaraş olub, Azərbaycanın ilk monumentalçıdır. Azərbaycanın yazıcıları siyasi xadimlərinin heykəllərini
yaradıb ötən əsrdə. Bakıda da bir sıra heykəlləri var. Ayda Sultanova var, Mükəmməl kimi heykəlləri Bakıdadır. Digər rayonlarda da var, Gəncə, Xızı kimi rayonlarda heykəllər mövcud. Burası gəminin ən aşağı ən çox hissəsini göstərir. Hal-hazırda gəminin suya tutma hissəsi elə bir buradır. Aşağıda iki boru var. Mavi su borusudur, qırmızı isə yanğın borusudur. Hər ikisi də aktiv olan borulardır hal-hazırda. Və burada isə ən böyük konteyner daşıyan gəmilərdən biri bu Ostia Hong gəmisi modelidir. Gəmi 400 metr uzunluğa malikdir və 21 minə qədər konteyner daşıya bilir. Hardasa 191 min ton yük gelir. Və Çindən Avropaya yük daşımasına həyata keçirir. Burada gəminin özünü görə bilərsiniz. Eyni zamanda Şanxay limanından çıxır və son limanı isə Gdanskdakı Polşadır. Hadisə 77 günə çatır.
xüsusi günlərdə və bayramlarda bu cür ağ geyinirlər. Kapitanın baş köməkçisi geyinir. Axırıncında tələbə olanlar geyinir. Dəniz Akademiyasına təhsil alınır. Yəni dənizçi olmaq istəyənlər. Bunlar əsas mühərriklərdir, dizel mühərrikidir. Hər biri 1000 at gücündə 8 sindirli. Bu ikisi isə generator mühərrikdir ki, elektrik enerjisi təchiz edirdi və enerjini bu böyütülürdür. Hazırda mühərriklər işlək vəziyyətdə deyil, artıq üzə bilməz, sadəcə muzey kimi yerində dayanır və burada VR eynəyimiz var ki, virtual olaraq izləyə bilərsiniz. Şöyle burada gəlin baxın. Burada mətbəxdir. Bizdekilerden veririz. Bize böyle eşyalarımız. Bana da kuxunaymasın. Ne? Bir bu kerezi var. Tamam, bunlar bilsən niyə belədir? Burası var, bax dəniz dalğalarını tökülməkdən ötürü. Görürsən? Toxunma, toxunma. Burada özelliği yok. Orada nə olur?
Burada otaqlar var. Tır. Yok plastikten de plastik. Ha, işte. Plastikten. Sana. Так, здесь у нас навигационная, что у нас? Навигационная, видишь, штурман здесь. Стоит штурман, это всякие. По его маршруту фактически корабль плывет. И надо посмотреть, какие там, какая называется, всякие. Приборы. И вот эта часть. Здесь у нас радиорубка. Вот эти тяжелые оборудования фактически сейчас заменяют современные приборы. То есть даже на нашем телефоне есть все, что заменяет а это капитанская рубка непосредственно отсюда капитан управляет кораблем. Вот так вот штурман, видишь, вот уже два капитана. Какие капитаны назвали? Здесь можете бинокли посмотреть, кстати. Морской бинокль. Би-би-би-би-би. Sen de bak. Yan şekilde açıkçası. Ne gördün?
Ne görsen orada? Özledim. Biliyorsun. Все отпустил? Ama sesi Düz tutmuştum da. Все, пошли дальше. Ne görsen Kemal? Ha? Ne görsen Kemal? Canım. Aman be. Yaxınlaşdırır.